Biz üzümüzü çevirək, Həzrət İmam Rıza Əleyhisselamın mübarək cümbəsinə salam verək. Esselamu aleykə ya qəribəl quraba. Esselamu aleykə ya mu'inəl zuafa. Esselamu aleykə ya əsirəl əda. Esselamu aleykə ya Ali ibn Musa Rıza. Ruhuna fəda və rəhmətullahi və bərəkatuhu. Sizə bir qardaş kimi tövsiyəm budur. Böyük alimlərin tövsiyəsidir ki, gəlin İmam Rıza Əleyhisselamın ziyarətinə boş vaxtınız olanda, gəlin bu şifa qapısında bir kənarda əyləşin. Həzrət İmam Rıza Əleyhisselamın mübarək qəbrinin günbəzinə baxın. O günbəzin 8888 ədəd kərpici var. Şeyx Bəhayi adında bir alim ki var, Allah rəhmət eləsin. Hər kərpicin arxasında cadu əməli dəf eləyən, yəni batil eləyən batilnamə yazır. İnsan gəlsə, otursa burada, üstündə ağırlıq olsa, çətinlik hiss eləsə özündə, gəlsin o günbəzə baxsın, tamaşa eləsin. Mütləq və mütləq bilsin ki, ondan yazılan o cadu əməli batil eləyər. Çünki 8888 ədəd batilnamə yazılır. Şeyx Bəhayi yazılıbdır. İnşallah Şeyx Bəhayini də ziyarət eləyəcəyik. Allah ruhunu şad eləsin. Sələvat zikir.